edilmişdi. İçi ve çölü saf qızıl ile örtülmüşdü. Onun üstünde iki melek figuru, kerublar, Tanrının qüdrətini simvolizə edirdi. Qurani Kərimdə də Təbut adı ilə bu sandıqdan bəhs olunur. Bəqərə surəsinin 248-ci ayəsində deyilir ki, Təbutda Rəbbinizdən bir səkinə, rahatlıq və Musa ilə Harunun qoyub getdiklərindən qalanlar vardır. Bu o deməkdir ki, İslam baxımından da əhd sandığı Tanrının varlığının bir rəmzidir, bir əlamətidir. Amma o sandıq hara yoxa çıxdı? Tarixçilərin dediyinə görə, əhd sandığı eramızdan əvvəl 6-cı əsrdə Babillilərin Qüdsə hücumu zamanı yoxa çıxır. Bəzi mənbələr deyir ki, kahinlər onu gizlətdi. Bəziləri deyir, o Etiyopyanın Aksum şəhərindəki Maryam kilsəsində saxlanılır. Hətta bəzi arxeoloqlar iddia edir ki, Vatikan bu sirri çoxdan bilir.